Hər birinizə salam. Mən İlkin Əkbərov, Azərbaycan dili və ədəbiyyatı müəllimiyəm. Sizlərə bu gündən etibarən bəhs etdiyim fənlərdən ardıcıl şəkildə mövzu izahlarını verməyə çalışacağam. İlk dərs izahımız ədəbiyyat fənnindən şifahi xalq ədəbiyyatı mövzusudur. Ümumiyyətlə ədəbiyyat istər şifahi, istərsə də yazılı olmağından asılı olmayaraq həyata əks etdirmə baxımından üç əsas qismə, yəni ədəbi növə ayrılır. Lirik, epik və dramatik növlər. Lirik növdə tərənnüm, epik növdə təhkiyə, dramatik növdə isə əyanı göstərmə əsasdır. Lirik növün özünə məxsus janrları var. Bunlardan birincisi nəğmələr hesab olunur. Nəğmələr özü də 5 qrupa bölünür. 1. Əmək nəğmələri. Əmək nəğmələri özlüyündə iki yerə bölünür. Holavarlar və sayıcı sözləri. Holavarlar əkinçiliklə bağlı, sayıcı sözləri isə qoyunçuluqla bağlı olan nəğmələrdir. Holavarlarda öküz bizim açar sözümüz olacaq. Sayıcı sözlərində isə qoyun, süd, pendir. Bir holavar, bir sayıcı sözü deyək. Öküzlərim naz eylər, quyruq bular, toz eylər. Hər axşam gün batanda, kövşəndə pərvaz eylər. Bu oldu bizim holavarımız. Sayıcı sözləri dedim ki, qoyunçuluqla bağlı olan nümunələrdir. Nənəm anarış qoyun, yunu bir qarış qoyun. Çoban səndən küsübdür, südü ver, barış qoyun. Ümumiyyətlə, daha çox nəğmələrin bu növündə heyvandan, xüsusilə sayıcı sözlərində qoyundan xeyir, bərəkət, məhsul istənilir, dilənilir. Əmək nəğmələrindən danışdıq. Məişət nəğmələri. Məişət nəğmələri iki qrupa bölünür. Laylalar və oxşamalar. Laylalar uşaq yuxuya gedərkən əksəriyyət etibarilə anaların oxumuş olduğu nəğmələrdir. Əsasən 4 misradan ibarət olduğundan dörtlü şəklində yazılır. Laylay beşiyim laylay, evim eşiyim laylay. Sən yat şirin yuxuda, çəkim keşiyim laylay. Bu layla. Bir digər növü oxşamadır. Oxşamaların digər adı nazlamalar yaxud da əzizləmələrdir. Oxşamaların laylalardan əsas fərqi, oxşamalar uşaq yuxudan oyanarkən onu tərifləmək məqsədi ilə daha çox oxunur. Oxşamalar ikilik və dörtlük şəklində yazılır. Məsəl üçün, balama qurban ilanlar, balam haçan dilanlar, bu oldu ikilik şəklində. Dörtlük şəklində yazılmış olan oxşama nümunələri də, yaranmış olan oxşama nümunələri də çoxdur. Keçid alaq mövsüm nəğmələrinə. Mövsüm nəğməsi ilin müxtəlif fəsilləri ilə, yəni ilin 4 fəsli ilə bağlı olaraq yaranan nəğmələr hesab olunur. Günçux və qodu-qodu nəğmələrini biz burada görəcəyik. Qodu-qodu nəğməsi uzun zaman yağan yağışın kəsməsi üçün oxunur. Burada daha çox xalqın əski adət-ənənələri, düşüncələri, ritualları ön plana çıxır. Daha sonra yazmışam mərasim nəğmələri. Mərasim nəğmələri özü də iki qrupa bölünür. Deməli, toy nəğmələri və yas nəğmələri. Toy nəğmələri elçilik, oğul evləndirmə, qız köçürtmə, nişan, bu və ya digər dərəcədə xeyir işlərlə bağlıdır. Məsəl üçün, zülf töküb üzə dilbər, çıxıbdır düzə dilbər. Duvaq salın üzünə, gəlməsin gözə dilbər. Yas nəğmələrində isə insan ölümü ilə, fəlakətlərlə bağlı olaraq oxunan, daha çox mənfi səciyyə daşıyan, mənfi məzmun daşıyan nəğmələrdir. Yas nəğmələrinin digər adı ağlardır. Yas nəğməsi, məsəl üçün, analar yanar ağlar, dərdini sanar ağlar, dönər göy göyərçinə, yollara qonar ağlar. Bu da bizim olsun yas nəğmələrimiz. Yəni, nəğmələrin digər növlərindən yas nəğmələrini, yaxud da ümumiyyətlə deyirəm, məişət nəğməsinin oxşamaları fərqləndirmək üçün biz bu bölgüyə baxırıq. Həmçinin bu bölgünün daxilində olan o janrların məzmununa fikir verməliyik. Yəni, insan ölümü, fəlakət varsa bu, təbii ki, yas nəğməsi yaxud da adıdır. Xeyir-şər işlərlə bağlıdırsa toy nəğməsidir. Uşağı əzizləmək məqsədi ilədirsə oxşamadır. Yatırtmaq məqsədi ilə oxunursa layladır və s. Gəldik nəğmələrin sonuncu növünə. 5 növü var demişdim. Haqqında danışacağımız qəhrəmanlıq nəğməsi hesab olunur. Qəhrəmanlıq nəğmələri deməli, Koroğlu və Dədə Qorqudla bağlı olaraq yaranan nəğmələrdir. Lirik növün nəğmə janrından danışdıq. Keçid alaq bayatı. Bayatı 4 misra, hər misrası 7 hecadan ibarət, bitkin, A, B, A şəklində qafiyələnən şeir formasıdır.
Nədir bu A, A, B, A? Məsəl üçün, əzizim vətən yaxşı. Geyməyə kətan yaxşı. Gəzməyə qərib ölkə, ölməyə vətən yaxşı. Xəttimiz də çox mükəmməldir, maşallah. Həm qafiyə təşkil edən sözlər vətən, kətan və vətən sözləridir yenidən. Həm qafiyə, eynicisli səslərin bir-birini izləməsi və s. Bunları biz görürüksə, həmin sözləri eyni kodlarla, yəni eyni hərflərlə işarə edirik. Yox, əgər başqa bir qafiyədən çıxan söz görürüksə, müxtəlif kodla işarə edirik. İndi fikrimi daha da aydınlaşdıracağam, izah edəcəm. Bayatıda ümumiyyətlə əsas fikir 3 və 4-cü misranın üzərinə düşür. Yəni əsas fikir 3 və 4-cü misrada izah olunur. 1 və 2-ci misralar həmin əsas fikrin hazırlanması üçün özü təməl rolunu oynayır. Hər halda bu A, A, B, A məsələsini biz başa düşdük. Bayatların forma yox, məzmunca da bir neçə növü var. Vətən həsrəti, nigarançılıq, anaya, xalqa münasibət və s. Humanizm, lirik hisslər. Bunlar bizə elə də gərəkli deyil. Əsas dediyim şeylərə fikir verirsək daha yaxşı olar. Gəldik lirik növün sonuncu janrı mahnılar. Mahnılarla nəğmələrin bir sıra fərqli xüsusiyyətləri var. Oxşar cəhəti kimi sadəcə lirik növdə şeir şəklində yazılmasını götürə bilərik. Yəni şeir şəkli, qafiyə quruluşu oxşardır. Lakin mahnı nəğməyə nisbətən musiqili və melodiyalı, avazlı, yəni səslənir. İrəvanda xalq almadı, apardı sellər saranı və Qaragilə bizim mahnıya aid 3 nümunəmizdir. Şifahi xalq ədəbiyyatının lirik növünü ümumiyyətlə bitirdik. Keçid alırıq epik növə. Qeyd etdik ki, lirik növdə tərənnüm əsasdır, epik növdə təhkiyə əsasdır. Təhkiyə nə deməkdir? Təhkiyə yəni nağıl etmə üslubu deməkdir. Birinci haqqında danışmalıyıq əfsanələrdən. Əfsanələrdə real məzmun iştirak etmir. Yəni, nə deməkdir? Əfsanələrdə insan asanlıqla quşa çevrilə bilir, daşa dönə bilir, ağaclar danışa bilir, bitkilər insan kimi canlana bilir. Əfsanələr daha çox insanların təbiət qüvvələri qarşısında acizliyini, marağını göstərmək məqsədi ilə yaranmışdır. Əfsanələrdən biz danışarkən onların növlərinə fikir verməliyik. Sadəcə adların bizə kifayət eləyir. Zoonimik, toponimik, etnonimik və kosmogonik əfsanələr. Sadəcə Səməndər quşu əfsanəsi bizdə imtahana düşə bilər, yəni yaxud da sınavlara düşə bilər. Səməndər quşu zoonimik əfsanələrə aiddir. Quşa oda tapınma motivləri mövcuddur. Ana quş balalarının uçmağını görüb sevinir və caynaqlarını bir-birinə vurub, oradan çıxan od nəticəsində külə dönür. Əfsanələrdən danışdıq. Keçid alaq rəvayətlər. Nədir rəvayət? Rəvayətlər əfsanələrdən fərqli olaraq əsasında real həyat hadisələri dayanan epik növə aid janrdır. Rəvayətlərə aid nümunələr Nuh Peyğəmbər, Asiyər və Tomris bunlardan ibarətdir. Yəni rəvayətlər tarixdə nə vaxtsa yaşamış insanların başına gələn həyat hadisələrini əks etdirir. Yəni əsasında 90% yenə də deyirəm, real həyat hadisələri dayanır. Əfsanələrdən fərqi budur. Əfsanələrdə uydurma fantastika əsasdır, rəvayətlərdə isə real həyat hadisələri sözünü götürürük. Lətifələr. Lətifələrin əsasına gülüş dayanır. Gülüşün də iki növü var. Yumor və satira. Yumor yumşaq gülüşdür, satira isə satira yaxud da sarkazm ifşa edici, öldürücü, tənqidi gülüşdür. Lətifələr bizdə Azərbaycan ədəbiyyatında daha çox Molla Nəsrəddin və Bəhlul Danəndə ilə bağlı olaraq yaranmışdır. Daha sonra keçid alırıq atalar sözü və məsəllər. Hər ikisi hikmətli sözlər, qanadlı sözlər adlandırılır. Hər ikisi xalqın uzun əsrlər boyu sınağından, süzgəcindən keçmiş nümunələr sayılır. Bu oxşar cəhət. Hər ikisi nəzm və nəsrlə yazılır, oxşar cəhət. Fərqli cəhətləri isə atalar sözündə fikir bitkinliyi mövcud olmalıdır. Məsəl üçün, tək əldən səs çıxmaz. Bu fikri biz harada görsək, haradasa eşitsək, əlavə izaha, açıqlamaya ehtiyac duymuruq. Amma söz dəyirmandakıdır, dava yorğan davasıdır,
Doyan o rəhmətli kimi olar və s. Bunların məzmununu biz bilmədiyimizə görə, açıqlamasını bilmədiyimizə görə bunlarda bitkin fikirdən danışılmır. Ona görə də bu nümunələr məsəl adlandırılır. Yaxşımı? Yəni, tutaq ki, söz dəyirmandakıdır deyəndə, biz Koroğlu dastanında Keçər Həmzənin qıratı qaçırılması epizodunu yadda saxlamalıyıq. Yaxud da bilməliyik. Dava Yorğan davasıdır, Molla Nəsrəddin ilə bağlı olaraq yaranmışdır və s. Tapmacalar. Tapmacalar da həm nəzmlə, həm nəsrlə yazıla bilir. Tapmacalarda hökmən iki tərəf iştirak etməlidir. Nə deməkdir? Bu tutalım ki, mən tapmacanı deyirəm, qarşı tərəf ona mənə yəni ekvivalent əlavə olaraq cavab verməlidir. Tapmacalarda fikir üstüörtülü qapalı şəkildə, yəni qeyd etdiyimiz kimi çatdırılır. Bu qədər tapmacadan. Yanıltmac. Biz lətifələrdə yumor sözünü gördük. Amma yanıltmaclarda, harada imtahanda bizə düşsə, yumoristik məzmun soruşsa, biz yanıltmacı götürməliyik. Yumoristik məzmun nə deməkdir yumoristik məzmun? Yanıltmaclarda, düzdür, yanıltmaclar səs oyunu üzərində qurulur. Yəni, eyniyyət təşkil edən sözlər, səslər orada iştirak eləyir. Məsəl üçün, görüm deyə biləcəm, Aşpaz Abbas aş asmış, asmışsa da az asmış dedim. Burada eynicisi səslərin, samitlərin daha çox bir-birini izləməyini görürük. Və onun daxilində, yaxud da məsəl üçün, getdim, gördüm bir yerlərdə 2, kar, kör, çür, çürtük, kirpi var. Bu uşaq vaxtı əzbərlədiyimiz nümunələr hamısı yanıltmaca aiddir. Daha sonra epik növün, ən qədim janrı epik növün əfsanədir. Ən geniş yayılmış olan növ isə nağıllardır. Nağıllar 3 qrupa bölünür. Heyvanlar haqqında nağıllar, sehirli nağıllar və məişət nağılları. Heyvanlar haqqında nağıllarda heyvanlar xeyri və şəri təmsil etməklə 2 qrupa bölünür. Əslində burada biz köçürmə əlaməti görürük. Nə deməkdir köçürmə? Yəni insanlardır da əslində xeyri və şəri təmsil edənlər. Düzdürmü? Xeyri və şəri təmsil edənlər. Yəni burada insana aid olan xüsusiyyət köçürülüb heyvanların üzərinə. Və biz şifahi xalq ədəbiyyatının epik növünə daxil olan nağıl janrının bu növü yazılı ədəbiyyatdakı təmsillə ortaq cəhət, ortaq xüsusiyyətlərə malikdir. Köçürmə olmağı, insanlara məxsus olan xüsusiyyətlərin heyvanların üzərində köçürülməyi və s. Üzr istəyirəm. Daha sonra keçidalıq sehirli nağıllara. Sehirli nağıllarda sehirli qüvvələr iştirak edir. Eynilə əfsanələrdə olduğu kimi. Divdir, yenə sehirli qüvvələrdir, pəridir və s. burada iştirak edir. Uçan xalçadır, daha çox bizə xalça motivləri düşür. Sehirli nağılları da adlarını bilməyə ehtiyac yoxdur əzbərdən. Məişət nağılları. Məişət nağılları, düzdür, məişət nağıllarında da sehirli qüvvələr iştirak edə bilər. Yəni, məişət nağıllarının amma əsasında sehirli qüvvələr özül rolunu, yəni əsas baza rolunu təşkil etmir. Çünki sual çıxır ortaya. Tutalım ki, Yetim İbrahimin nağılı, Ağılı uşağın nağılı məişət nağıllarıdır. Bəs orada sehirli qüvvə heç mi yoxdur? Var. Sehirli qüvvələr var, lakin qəhrəman həmin sehirli qüvvələrə qalib gəlir. Sonda xalqın yəni güzaranını, məişətini yaxşılaşdırmaq üçün mübarizə aparır, həmçinin öz taleyini də düşünür, qoruyur. Buna görə məişət nağılı hesab olunur. Yəni həmçinin onlar xalqın məişətin içərisindən çıxmış sadə adamlardır, sadə qəhrəmanlardır. Aydındırmı? Buna görə onlar sehirli nağıllar adlandırılır. Ümumiyyətlə, lirik növdə bayatı və epik növdə ümumiyyətlə nağılın ortaq cəhəti hər ikisinin özünə məxsus başlanğıc formasının olmağıdır. Bayatı mən aşiqəm, əziziyəm, eləmi, mən aşiq sözləri ilə başlayırsa, özünə məxsus xüsusiyyətdir. Nağıl da biri var idi, biri yox idi və s. tipli sözlərlə başlayır. Bu nağıllarda pişrov adlandırır. Yəni, sabit forma xüsusiyyətləri var. Keçdik dramatik növə. Bunlardan bir şey qalmadı. Dramatik növ. Dramatik növ 3 qrupa bölünür. Yəni 3 janr var dramatik növün. Xalq tamaşaları, bunlara biz meydan tamaşaları da deyirik. Əkəndə yox, biçəndə yox, yeyəndə ortaq qardaş xalq tamaşa nümunəsi hesab olunur. Şəbihlər daha çox dini tamaşalardır. Məhərrəmlik ilə bağlı olaraq verilir. Buraya biz Qasimin toy gecəsini aid edə bilərik. Daha sonra son olaraq mən yazmışam oyunlar. Əslində oyunları kitablarda birinci verirlər. Sadəcə mən qarşılıq olmasın deyə oyunları axıra saxladım.
Ümumiyyətlə dramatik növdə şeir sənətinin teatrdır, rəqsdir, şeir düzüb qoşmaqdır, mahnıdır və sair janrları ortaq xüsusiyyət təşkil edir. Yəni onlardan da istifadə olunur. Həmçinin oyunlar indi deyəcəm iki qrupa bölünür. Oturaq oyunlar və hərəkətli oyunlar. Həm oturaq oyunlar, həm də hərəkətli oyunlar deməli kollektiv şəkildə icra olunur. Kollektiv şəkildə icra olunur. Lakin bunlardan hərəkətli oyunlar uşaq orqanizminin hərəkətə, fəaliyyətə olan ehtiyacını ödəmək məqsədi daşıyır. Hərəkətli oyunlar. Hərəkətli oyunların bir digər adı mütəhərrik oyunlardır. İstər oturaq, istərsə də hərəkətli oyunların hər birinə aid 3 nümunəmiz var. Lal dinməz, uçdu, əl üstə kimin əli uşaq oturaq oyunlarıdır. Baş hərfləri ilə yadda saxlaya bilərsiniz. Lal dinməz, əl üstə kimin əli uçdu. Mən adətən tələbələrimə belə öyrədirəm. Mütəhərrik hərəkətli oyunları isə deməli xəndəyə düşmə, dəyirman, yadımdan niyə çıxdı? Dəsmalı ver. Xəndəyə düşmə, dəyirman və dəsmalı ver. Bunlar da mütəhərrik hərəkətli oyunlardır. Ya baş hərfləri ilə yadda saxlayın belə, yaxud da belə. Yaxud da hər ikisini bilsəz, lap əla olar. Yaxşımı? Bir şey qalmadı. Dramatik növdən də danışdıq. Sonda bir balaca qeyd etmişəm, aşıq yaradıcılığı və dastanlar. Aşıq yaradıcılığı və dastanlar əslində epik növlə dramatik növün arasında dayanan mövzudur. Nə deməkdir bu? Çünki dastanlarda düzdür. Dastan qarışıq janrdır. Yəni daha çox epik lirik növ hesab olunur. Dastan epik lirik növ hesab olunur. Amma mən dedim ki, dastan epik və dramatik növün arasında keçilir. Nə deməkdir arasında keçilir? Yəni sadəcə ardıcıllıq olaraq epik növ bitir, ondan sonra aşıq yaradıcılığı və dastanlar mövzusu verilir. Daha sonra dramatik növ verilir əslində. Lakin mən daha aydın olsun deyə və qısadır deyə ən sona saxladım ki, lirik, epik, dramatik növdə olan ardıcıllıq pozulmasın. Yaxşımı? Dastanda epik təhkiyələ lirik təqdimat sintezdə olur, əlaqədə olur. Nə deməkdir epik təhkiyə? Yəni nağılvari danışıq üslubu verilir, hadisələr çatdırılır, qəhrəmanların hiss və həyəcanlarını, fikir və düşüncələrini ifadə edən lirik şeir nümunələri, qəhrəmanlıq nəğmələri verilir. Bu oldu bizim dastanların xarakteri xüsusiyyətləri. Elə dastandan danışaq, sonra keçək aşıq yaradıcılığına, problem deyil. Dastanlar iki qrupa bölünür. Məhəbbət dastanları və qəhrəmanlıq dastanları. Qəhrəmanlıq dastanları Kitab Dəliqoğlu və Koroğlu ilə bağlı olaraq yaranmış olan dastanlardır. Məhəbbət dastanları isə Şah İsmayıl, Aşıq Qərib, Əsli və Kərəm, Abbas və Gülgəz bunlar aiddir məhəbbət deməli dastanlarına. Daha sonra da onu deyə bilərik ki, ümumiyyətlə dastanlar, məhəbbət dastanları, səhhətimdə biraz problemlər var, ona görə üzrlü sayın. Məhəbbət dastanları, ümumiyyətlə dastan ustadnamə ilə başlayıb, duvaq qapma ilə bitməlidir. Xoş sonluqla bitərsə belə olur. Yox, əgər Əsli və Kərəm dastanı kimi xoş sonluqla bitməyib, faciəvi sonluqla, ünsürlərlə bitirsə, həmin dastanda ustadnamə olsa da duvaq qapmaya yer verilmir. Bu qədər. Keçid alaraq son olaraq aşıq yaradıcılığına. Aşıqlar iki qrupa bölünür. Yaradıcı aşıqlar və ifaçı yaşadıcı aşıqlar. Yaradıcı aşıqlar şeir qoşur, mahnı bəstələyir. İfaçı aşıqlar da həmin o yaranan nümunələri sadəcə oxuyur. İfaçı aşıqları əks kodu ilə yadda saxlaya bilərik. Aşıq Əmrah, Aşıq Kamandar və Aşıq Saraclı. Aşıq Hüseyin Saraclı. Ya belə əzbərləyin, bayaq verdiyim kodlar şəklində, yaxud da əzbərləyə bilirsinizsə tam şəkildə əzbərləyin. Bunlar ifaçı yaşadıcı aşıqlardır. Yaradıcı aşıqlara isə Aşıq Ələsgər, Xəstə Qasım, Aşıq Abbas Tufarqanlı, Aşıq Hüseyin Cavan və sair ədiblər daxildir. Bu qədər mövzu izahı. Güman edirəm ki, sizlərə xeyirli olan lazımlı məlumatları, nəzəri bilikləri çatdırdım. İzlədiyiniz üçün təşəkkür edirəm.